İzahlı test 40-cı sual. Choose the correct tense form. Düzgün zaman formasını seçin. Baxarıq cümləyə millions of birds to hot countries every year. Cümlənin sonunda every year var, hər il. Every year olan cümlədə indiki sadə zamanda işlənir. B bəndində are moving indiki davam edici zamanda olmaz. C bəndində have moved indiki bitmiş zamanda, bu da olmaz. E bəndində shall move indiki gələcək sadə zamandır, bu da olmaz. Qalır D bəndində A bəndi. A bəndində feilin sonuna S çəkilsə əlavə olunur. Moves köçmək mənasını verir. Feilin sonuna S çəkilsə əlavə olunduğuna görə bu da olmaz. Çünki millions of birds milyonlarla quş bu üçüncü şəxsin cəmindədir. Biz S çəkilsin yalnız üçüncü şəxsin təkində əlavə edirik. Ona görə cavab D bəndidir. Millions of birds move to hot countries every year. Milyonlarla quş hər il isti ölkələrə köçür.